Bismillahirrahmanirrahim. Mina Vasif, Əymən Zidan, Hüseyn İcac, Qasim Məlhə, Əli Şəqir, Xalid Əl-Amir və başqaları fəqihlərin imamı fiqhlər. Caferus Sadiqun nurun şa'a bil ilmi fe erşed La yudaha fi tuqahu ve bil haqqi mueyyed Caferus Sadiqun nurun şa'a bil ilmi fe erşed La yudaha fi tuqahu ve bil haqqi mueyyed علمه علم الرسول رأيه السهم المسدد كيف لا يرقى الثريا كوكب من آل أحمد صفوة من أصفياء وسليل الأنبياء ده إمام الفقهاء واسمه Filmin rejissoru Sami Əl-Cənadi. On ikinci hissə. Demək istəyirsən ki, qardaşını görməmisən? Yox, mən çatmamışdan qabaq o mağaranı tərk eləmişdi. Allaha həmd və şükür olsun. Övladlarımın ikisi də sağ-salamatdır. Ah oğlum. Ah. Həqiqətən də həyat sizsiz mənasızdır. Siz kimisə gözləyirdiniz? Yəqin Xədicədir. Kiməsə xəbər verib. Dayan görüm. Asim, tez atanın otağında gizlən. Amma əskərlər qardaşımı təqib eləmiş. Bu onlar üçün çətin deyil. Ona böhtan ataraq həbs eləyib zindana salarlar. Gizlən, gizlən. Aç qapını. Xoş gəlmisən. Xoş gəlmisən Xədicə. Nə olub, nə baş verib? Nə əcəb bu vaxt bizə gəlmisən? Yoldaşından qorxmursan? O yeni əskərlərin seçimi ilə bağlı Şama səfərə gedib. Onu görüm heç sağ-salamat qayıtmasın. Ayıbdır. Bu nə sözdür? Bu işi Allaha tapşıraq. Otur Xədicə. Nə istəyirsən deyə bilərsən. Amma onun kimiləri üçün hidayət yolu yoxdur. Onun əli qurusun. O vicdansız yenə səni döyüb. Səfərə getməzdən qabaq mənlə vidalaşmaq üçün ona nə mane ola bilərdi? Oh, bu nə alçaq adamdır. Bilmirəm nə üçün onun hərəkətlərinə dözürsən. Atanla qardaşların hardadır axı? Niyə gəlib bu alçağın dərsini vermirlər? Qadını zinadan başqa heç nə zəlil eləməz. Yox, ay xala, yox. Həyat yoldaşım dövlət adamıdır, onun elə dostları var ki, mənə zərər verə bilərlər. Xəbərim olmadan qohumlarımı öldürə bilər. Kaş ki bütün qadınlar döyüşməyi öyrənəydilər. Bu nə səsdir xala? Sizdə kimsə var? Ey mənim Rəbbim, səndən istəyirəm ki, Cəfərin qəlbində mənə qarşı mehribançılıq daxil edəsən və haqq yoluna məni hidayət edib halal ruzə əta edəsən.
Bir şey almamışdan qabaq gərək onun pulunu verəsən. Verəcəm, amma indi pulum yoxdur. Möhlət ver, evimdə yeməyə heç nə yoxdur. Ancaq nağdı, nisyə vermərəm. Rədd ol buradan. Hər bir günahın təsiri var. Allah onun vasitəsilə günahkara bir bəla verər. Bunların etmədiyi bir günah qalmayıb. Amansız zülm etdiklərinə görə tezliklə cəzalanacaqlar. Səbr elə. Qalx ayağa. Gedək məndən. İmkan daxilində sənə kömək eləyəcəm. Osman əmi! Ay Osman əmi! Səxir! Ay Səxir! Nə olub, qardaşım? Ağam Əbəvail məni göndərib ki, Osman barəsində xəbər tutam, amma heç kəs cavab vermir. Mən də neçə gündür ki, onu görmürəm. Bəlkə yoldaşı ilə birgə ümrə həccinə gediblər, hə? Belə olsaydı birinci biz bilərdik. Bu iyi hiss eləyirsən? Səncə deyirsən ki, bu... Ay Allah, özün bizi xətəbaladan qoru. Ay Allah, özün bizi xətəbaladan qoru. Osman əmi! Osman əmi! Osman əmi! Qapını sındır, Züheyr! Allah atanıza rəhmət eləsin. O bu pulu mənə əmanət kimi vermişdi. Hələ indiyə kimi açmamışam. Baxın, möhrü də üstündədir. Bəli, bu onun möhrüdür. Bəli, bu atamın möhrüdür. Təsdiq eləyirəm. Amma atanız mənə dedi ki, bu pulun 400 dinarı, yəni çox hissəsi ona məxsusdur. 400 dinar? Çox hissəsi? And olsun Allaha, bunu qəbul eləmirik. Hər şey sən deyən kimi Elə deyil. dediyim kimidir. Ata kimi mənim də atamdır. Düz deyirsən. Amma atan torpağın kiçik bir hissəsini satıb, qalanına heç toxunmayıb da. O ki qaldı sənin məsələnə. Atan sağ olanda sənin torpaq payını artıqlaması ilə verib. Yox, bu doğru deyil. Mən buna şahidəm, qardaşım. Bu iş onun dediyi kimidir. Sən də yalan deyirsən. Bəlkə də o maldan sənə bir şey verdiyi üçün yalandan şahidlik eləyirsən. And içirəm ki, şeyx hər şeyi düz deyir. Ay savadsız, yalandan and içmə. İcazə verin, onların pul kisələrini alın və aralarında bərabər bölün. Buyurun. Əgər qardaşına atanın vəsiyyət elədiyi qədər versək, sənin pulundan nə qədər azalar? Mənim pulumdan 400 dinar azalar. Sən də mənə zülm eləmiş olarsan. Burada 400 dinardır. Səni razı salır? Şükür Allaha. İndi ailəmin yanına qayıda bilərəm. Bu pulu mənə Əba Əbdillah Cəfər İbn Məhəmməd verib ki, şiyələrin arasında ədalətlə bölüm. Əba Əbdillah pula bu cür baxır. Allahın razılığından başqa pulun onun yanında heç bir dəyəri yoxdur. Düz deyirsən. Pul möminlərin üzünün suyu və Allahın razılığını qazanmaq üçün bir vasitədir. Allah bizi və sizi hidayət eləsin. Bəli, elədir. Bəli. Amin. Amin. Sən mənə Asimin uşaqlığını xatırladırsan. Lakin sevincim uzun sürmədi. Neçə vaxtı məni tərk eləyib. Fikir eləmə nənə. İnşallah Allah onu sənə tezliklə qaytaracaq. Onu vaxt göstərər qızım. Bil ki, heç kimin yerini əvəz eləyə bilməz. Allahın hökmünə etiraz eləmirəm. Bugündən heç kəsə icazə vermərəm ki, gözünün ucu ilə belə sənə tərs baxsın. Davam elə qızım, davam elə.
sənə nə olub? Mənim yeganə dayağım bu kişi idi ki, onu da Allah öldürdü. Onu bizdən alıb apardı. Mənim qəmmə şərik olmaq istəyirsənsə, tut qolumdan apar məni, ay kişi, apar məni. Sənin üçün heç bir narahatlıq yoxdur, ey Salim. Sənə fəda olum, ey Peyğəmbər övladı. Gecəni necə keçirdin? Allaha şükürlər olsun, ey ağam. Əbu Zərdən xəstəlik barəsində bir kəlam rəvayət edirlər. O nə rəvayətdir? Əbu Zərdən, Allah ondan razı olsun, rəvayət olunub ki, 3 şey var ki, insanların onlardan acığı gəlir. Amma mən onları sevirəm. Ölümü, fəqirliyi və bəlanı. Rəvayəti düzgün eləməyiblər. Bəs həqiqət necədir, ey Peyğəmbər övladı? Əbu Zər belə demişdi. Allahın itayətində olaraq ölmək, həyatda yaşayaraq günah etməkdən daha xoşdur. Sağlam halda Allaha üsyandansa, bəla içində Allaha ibadət etmək daha üstündür. Zəngin halda günah etməkdənsə, kasıb halda Allaha itayət mənə daha xoşdur. Ey mənim ağam, bu kəlam bizə Cabirdən də gəlib çatıb. O belə demişdi. Xəstəlik mənə sağlamlıqdan daha əzizdir. Fəqirlik mənə varlı olmaqdan, zəlillik isə izzətdən daha xoşdur. Mən bu barədə atamdan belə eşitmişəm. Sizə fəda olum, atanız nə deyib? Atam buyurub, biz Allahın razı olduğuna razı oluruq. Bizə var dövlət versə, ona razı olarıq. Bizə fəqirliyi versə, fəqirliyə razı olarıq. Bizə xəstəliyi versə, xəstəliyə razı olarıq. Bizə sağlamlığı versə, sağlamlığa razı olarıq. Bizə həyatı versə, həyata razı olarıq. Bizə ölümü versə, ölümə razı olarıq. Sən də belə ol, ey Cofi. Arxandakı nədir, qardaş oğlu? Get buradan, ey Zuheyr. Əmimlə xüsusi işim var. Təlhə, Sənin icazənlə, əmican. yaxşı. Oldu. De, eşidirəm. Əmican, məyər Osmanın qatilini tapıb və ondan qisas almaq bizə vacib deyil? Amma bunu necə eləyək? Bizim aramızda qərib olan kimdir? De görüm, niyə sən onu günahlandırmaq istəyirsən? Pul. Mən araşdırıb öyrəndim ki, Osmanın yanında olan pul, Allah ona rəhmət eləsin, uğurlanıb. Qulaq as, qardaş oğlu. Əgər məqsədin səxirdirsə, onu səni tanıdığımdan daha çox tanıyıram. Səxir, bütün dünya malının müqabilində belə heç kəsi öldürməz. Qardaş oğlu, qatil başqa bir adamdır. Nə deyirsən, ey Əba Muhammed? Müfəzzəlin elədiyini qəbul edirsən? O, quşbazlarla və içki içənlərlə yoldaşlıq eləyir, ünsiyyətdə olur. Qəbul eləmirəm. Onlarla yoldaşlığımda pislikdən başqa bir şey görmürəm. Onlar heyvan kimidirlər. Əgər onu özünlə aparsan, paltarını və əlini çirkləndirəcək. Bəs onda nə eləyək? Müfəzzəllə danışacağım, ola bilsin ki, onlarla yoldaşlıq eləməyə son qoysun. Salam olsun sənə, ey müsadif. Sənə də salam olsun. Ağam Əba Əbdullah buyurub ki, sən də onun yanına gələsən. Peyğəmbər qızının övladına eşidib və itaət edirəm.
Akbar. Allahu Akbar. Allahu Akbar. Sənə fəda olum, ey Peyğəmbər övladı. Namaz qılan kəs hara baxmalıdır? Dayandığı yerə? Yox. Səcdə yerinə baxmalıdır. Bu da onun namazda diqqətli və arxayın olmasına səbəb olar. Sizi fikirli görürəm, ağam. Allah Rəsulunun məscidində təəccüblü bir şey gördüm. Gördüyünüz nə idi ki, sizi bu qədər narahat elədi? Allahdan diləyirəm ki, qəm-qüssəni qəlbinizdən yox eləsin. Allah Rəsulunun, Allahın salamı ona və ailəsinə olsun. Allahın Namaz haqqı tövsiyələri bu olub. Namaz möminin meyracıdır. Ona baxmayaraq bəzi qardaşları gördüm ki, öz namazlarına biganə yanaşırlar. Biri saqqalı ilə oynayır, biri paltarına fikir verir, digəri isə tələsi səcdəyə gedir. O səcdəsini ona vacib olduğu şəkildə tamamlamır. Ola bilər ki, onlar namazın hökmündən heç nə bilmirlər. Onlar yalnız ruzi tələb eləməklə məşğuldurlar. Ruzi tələb etmək dini işlərin həyata keçməsinə mane olur, yaxud o şəxs ki, cümə günündə özünə vaxt ayırıb, amma halal haramın və ibadətin mənasını bilmir. Ola bilər ki, bir kişi 50 il ibadət eləsin, amma Allah onun bir namazını da qəbul etməsin. Bundan da dəhşətli nə ola bilər ki? Allaha pənah aparıram. And olsun Allaha, insanlardan biri bu kişi kimi namaz qılsaydı, namazı yüngül saydığına görə həmin namaz qəbul olunmazdı. Bəs Allah bu namazı necə qəbul eləsin? Həqiqətən Allah Taala gözəllikdən başqa heç nəyə qəbul etməz. Çalışın ibadətlərə yüngül yanaşmayın. Hara gedirsən nənə? Bazara qızım. Evə lazım olan bəzi xırdavatları almaq üçün. İynədir, pambıqdır, parçadır. Bunun kimi xırda-xuruşları. Səndən gedirəm. Bu xəncər nə üçündür? Əskərlər bunu səndə görsələr, əlindən alıb özünü də zindana salarlar. Bu xəncərlə şərəfimizi və hörmətimizi qoruyuram. Əskərlərdən hansısa mənə yaxınlaşsa, xəncəri düz ürəyinə sancacağam. Ay Allah, tez ol, gəl. Sənə fəda olum ey ağam. Biz ola-ola sənin iş görməyin məni çox utandırır. Ey Cabir, kişi 3 şeyə mütləq əməl eləməlidir. Dinini öyrənməlidir, çətinliyə qarşı səbirli olub, təyin olunan yaşayışa qane olmalıdır. Düz deyirsən sərvərim, amma bunları sən daşımalı deyilsən. Cəddi möminlərin əmiri belə buyurmuşdu. Öz ailəsinə mənfəət verənin kamilliyinə nöqsan gəlməz. Möminlərin əmirinə Əliyə salam və salavat olsun. Onun çəkdiyi misala əsasən icazə ver bunları mən daşıyım. Qulaq as, karvan yolu kəsən. Əgər bir dolardan nəsə alsan, onda həyat yoldaşını dul, ananı matəminə oturmuş, övladlarını isə yetim qoyacam. Başa düşdün? Oğurluq eləsəydim əskərləri cəm eləyərdim.
Canın çıxmamış. Başını ayaqlarının altına ataram, başa düşdün? Ehtiyatlı ol, mən sözü ikinci dəfə demirəm. Sənə dedim axı, bir kəlmə. Başa düşdün, yoxsa yenə başa salım? Dedim axı, başa düşdüm. Sənin hər addımını izləyəcəm. Eşit ey qadın, biz bu məntəqədə səni görmək istəmirik. Sənə məktub gəlib çatmayıb? Sən və sənin arxanda olanlar, bilin ki, evimdən yalnız cəsədim çıxa bilər. Əgər kişi olsaydın, üzünü örtüb qadınların dalınca düşməzdin. Gözlərimə yaxşı bax, qulaq as, evimi yandırdız. Əziz oğlumu da öldürdünüz. Lakin bugün sənə yox, yox. Yox deyirəm. Bu dəfə yalnız sözlə kifayətləndim. Allahın salamı olsun sizə. Və əleykə salam. Şama getmirsən? Yox qardaşım, mən qalıram. Amma sən demişdin ki... Səndən heç bir şey istəmirəm. Dedim ki, get. Ya Allah, tez ol, gedək. Gəlin, gəlin. Məscidə gedirsən, Saura. Bəli, mənim ağam. Birazdan günəş batacaq. Kaş ki, mən də məsciddə namaz qıla biləydim. Cəsuslar səni güdür, ey Əba Hüseyin. Bəli, belədir. Amma yadından çıxartma ki, həyyə əla xeyrül əməldə səsini uzatmalısan. Baş üstə mənim ağam. Bilirsən, Fuzeyl, həqiqətən azan həyyə əla xeyrül əməldə idi. Bəs niyə azandan götürülüb? Bu çağırış hələ Allahın Rəsulunun zamanından sonra Allahın salamı ona və ailəsinə olsun. Hətta xəlifə Əbu Bəkirin dövründən də sonra ikinci xəlifə Ömər tərəfindən dəyişdirilib. Həyyə əla xeyril əməlin mənası nədir? Bu kəlmə imamların dediyi kimi vilayəti bildirir. Xoş gördük səni, ey Əba İsa. Xoş gəlibsən Təlhə. Əmin Vücuhevdən qayıdıb. Görəsən onu gətirib? Bilmirəm, mən başqa işlə məşğulam. Ey Əba İsa, mən sənin dükanını almaq istəyirəm. Qəbul eləyirsən? Dükanımı satın? Niyə görə? İstəyirəm sənin dükanın kimi bərəkətli bir dükanım olsun ki, mən də işə başlayayım. Tacirlərin yanında bu dükanın başqa dükanlardan mənim üçün bir üstünlüyü var. Hələlik bununla kifayətlənəm. Hə, nə deyirsən? Ey oğul, gəncliyimi və ömrümü bu dükana həsr eləmişəm. Bunu satmağa da ehtiyacım yoxdur. Hətta sənə nəqd pul versəm də, yenə razılaşmazsan? Bu dükanın qiyməti yüzlərlə dinara bərabərdir. Sən bu məbləği hardan tapacaqsan, ey Təlhə? Bu haqda sən fikirləşmə, ey Əba İsa. Yığdığım dinarlar mənə bu ticarətə başlamağa yetər. Bu dükanın yeri və görünüşü mənim çox xoşuma gəlir. Fikrin nədir? Əmin gəlsin, onunla danışım. Biz bir-birimizi başa düşərik. Mənlə sənin aranda əmimin nə qarışacağı var? Övladım, biz bazarda səni tanımırıq. Gərək sənin əminlə bu iş barəsində danışım ki, məni bir gün məzəmmət eləməsin. Mən Təlhə Ümran oğluyam. Atam ölüb və heç kim mənə hökmranlıq eləyə bilməz. Belə deyil, övladım. Sən gərək bazarda, ticarətdən qabaq bazarın davranış qaydalarını öyrənəsən. Sənin bu işdə təcrübən yoxdur, bala, yoxdur. Əgər sən yaşlı olmasaydın, bu sözləri deməyə sənə yol verməzdim.
Mədinə şəhəri. Ağamız Sadiq əleyhissalamdan bizə yazılı məktub gəlib. Orada cəsusların izləməsindən ehtiyatlı olmağı əmr eləyir. Əsasən də sənə ey Zürarə. Bunlar bizdən nə istəyirlər? Onlara görə dinimizi tərk eləyək? Biz dini əqidəmizi və şəriətimizi öyrənirik. Bizim silah gəzdirdiyimizi yaxud onlara qarşı dəstə hazırladığımızı görüblər? Bəni Üməyyənin fikrincə, nə qədər ki dinimizi Cəfər ibn Muhamməddən öyrənirik, ittiham olunacaq. İstəyirsən bundan sonra silah gəzdir ya gəzdirmə, fərq eləməz. Ey Zürarə, bir gün imam səni qorumaqda çarəsiz qala bilər. Bu onun üçün çətin ola bilər. Necə ki Cofi ölümdən xilas olmaq üçün şəhər dolanırdı. Bəli, bu iş həkimlərin elədiyinə bənzəyir. Bəzən həkim səni ağrı ilə müalicə eləyir. Amma bu ağrılı müalicədən sonra sən sağalırsan. Allahdan diləyirəm ki, bu ağrıya dözə bilək. Sən də ey müfəzzəl, nə vaxta qədər quş oynadanlar və şərab içənlərlə yoldaşlıq eləyəcəksən? Bu işdə heç bir zərər görmürəm. Mən onların quşları ilə oynamıram və onlarla birlikdə haram süfrələrdə oturmuram. Amma onların sənə yaxınlaşmasına dəstək verirsən, elədir? Yaxşı, əgər iş bu cürdürsə, mən bunu eləmərəm, ey Əba Bəsir. Yatma vaxtım gəldi. Mən yorulmuşam. Allah amanında. Allah. Gecən xeyrə. Allah amanında. Əyləşin, əyləşin. Müfəssəl İmam Sadiq əleyhissalama yaxın bir adamdır. İstəmirəm ki, fasik insanlar onun şəxsiyyətinə toxunub, əməlləri ilə ona pislik eləsin. Onda ağamız Sadiq əleyhissalama bir məktub yazaq. İnşallah o bizim işlərimizi yoluna qoyar. Eşitmişəm əmi ilə evlənmək haqqında danışmışsınız. Ürəyin kimi istəyirsə seç. Səni onunla nişanlıyım, mehriyəsini də özüm verəcəyəm. Zeynəb, sən çox şey tələb eləyirsən, ey Səxir. Zeynəb sənin üçün deyil. Kəndin varlılarının ən varlısının qızıdır. Sənsə kasıb bir dəmirçisən. Adəm əleyhissalamın vəfatından sonra İblis və Qabil yer kürəsində əlbir oldular. İblis və Qabil Adəm əleyhissalamın ölümünə şad oldular. Yer üzərində insanların öldürülməsinin səbəbi oradan başladı. Çalıb oynamağa və şənlənməyə başladılar. Bu da günah və ikiyüzlüyün yuvasıdır. Bu barədə Quranda ayə var? Allah Taala buyurub, bütlərin murdarlığından uzaq durun və batil sözlərdən çəkinin. Bu ayədə batildən məqsəd mahnı oxumaqdır. Allah həqiqətən musiqi üçün cəhənnəm atəşini vədə verib. Onu evinizə daxil etməyin və övladlarınıza öyrətməyin. İnsanlardan bəzisini haqq yoldan azdırmaq üçün boş, mənasız sözü satın alır və onu ələ salaraq özlərini məsxirə edirlər. Onlar üçün təhqir edici bir əzab var. Allahdan qorxun ki, sizə rəhm eləsin. Mənim bir sualım var, ey ağam. Buyur qardaşım. Sənə fəda olum. Mən müşriklərin ölkəsinə tez-tez gedib gəlirəm. Bəziləri mənə deyir ki, sən də onlar kimi olacaqsan. Əgər mən bunu tərk eləsəm neyniyim? Axı mənim ruzim səfərdən çıxır. Ey Həmmad, küfr ölkəsində olanda bizim işi yada salıb onları bizə tərəf dəvət etməyə imkanın olur. Bəli, ey ağam, dəvət eləyirəm. Bəs İslam şəhərlərində olanda
Sənin üçün heç bir qorxu və maniyə olmadan bizim işimizi yada salıb bizə tərəf dəvət eləyə bilirsən? Yox, and olsun Allaha eləyə bilmirəm. Əgər bu vəziyyətdə ölsən, tək bir ümmət kimi məşhur olsan, səni bu işdə kim məzəmmət eləyə bilər? Üzr istəyirəm qardaşım. Gərək biləsən ki, cəsuslar bizim ağamız Əba Əbdullahın evini izləyirlər. Ona görə də bizim ağamız əmr eləyir ki, bu günlərdə heç kəsi qarşılamayaq. Sonra o şəxsə əziyyət verə bilərlər. Nə olub sizə? Biraz səbr eləyin. Un hamı yaşatacaq. Gözləyin, gözləyin. Təlhənin hərəkətlərini görə səndən üzr istəyirəm. O çox tərsdir. Onun bu tərsliyi belə işləri görməyə səbəb olur. Sən bunlara fikir vermə. İş barəsində ondan özüm danışaram. Səxir, hardaydın? Neçə vaxt elə buradayam. Bilirəm ki, sən yalan danışmırsan, amma hiss edirəm ki, özünü çox qəribə aparırsan. Təəccüblü budur ki, xəlifənin əskərləri Əba Nəimə zülm etdilər. Sənin qolunun yaralanması və 2 əsirin də kimsə tərəfindən azad edilməsi eyni vaxtda təsadüf eləmişdi. Salam olsun sənə ey Mövlam. Sənə də Allahın salamı və bərəkəti olsun. Otur ey müsadif. Bu 1000 dinardır. İstəyirəm onlarla mənim üçün ticarət eləyəsən. Sənin ailən böyükdür və onların ehtiyacları da çoxdur. Misrə getmək üçün hazırlıq gör. Allahın izni ilə ey mənim ağam. Misrə getmək üçün karvan var. Onlarla birgə çıxaram. Allah sizi müvəffəq etsin. Allah amanında ey Mövlam. Allah amanında. Yaxşı yol. Axı niyə hesab eləyirsən ki, bu işi görən Səxirdir? Elə bu səbəbdən də çox çətinliyə düşmüşəm. Qarşısından keçən tacir aşardan 10 dirhəm pulu götürsün və 10 kisə onu oğurlasan, sonra da heç bir örtüyü belə bağlamasın. Həmçinin ən qəribəsi də budur ki, onun atı aşarın xeyməsinin arxasında 1 saat qabaq olsun. Kaş ki ayıq-sayıq olaydın ata. Hər gün bu cür kişiləri təqlid eləyərək qılıncla döyüşürsən bala. Unutma əzizim, sən qadınsan, sabah isə ana olacaqsan. Atlı döyüşçü deyilsən. Mənə də görüm xəlladın üzərinə qılınc qaldıranda ana idin, yoxsa atlı döyüşçü? Yaxşı, amma əzizim, özünə bu qədər əziyyət vermə. Nə özümə, nə də başqasına əziyyət verməyəcəm. Afərin. Sən kömək elə, dadıma çat. Ey şeyx, ey şeyx. Bəli, ey oğlum. Eşitdim, pis alimlərdən danışırdın. Onların xüsusiyyətləri nədir? Onları necə tanıyaq? Bütün alimlər bir paltar geyinir. Onları necə seçək? Onlar padşahların məqsədini bilirlər, oğul. Yeyirlər, amma doymurlar. Geyinirlər, amma çılpaq olurlar. Dəbdəbəli evlərdə yaşayırlar.
padşaha qarşı çıxmırlar. Onlar onun dinindəndilər. İstədiyini ona verirlər və istədiyini onun üçün halal edirlər. Allah sənin köməyin olsun, ey şeyx. Mənə bir şeydir, ərəb qardaşım. Tacirlər mallarını satmaqla nə qədər gəlir əldə eləyirlər? Ağam, bunların hamısı qazanmaq istəyirlər. Hər bir dinara görə sənə qazancın 1/4-ni verəcəm. Yox, bununla razılaşmayacaqlar. Yaxşı. Sizə yarım dinarı verəcəm. Razılaş. İnsanlar bu günlərdə qıtlıq içindədirlər. Eybi yoxdur, razıyam. Cöhər! Cöhər! Bəli ağa. Gəl! Cöhərdir. Məni gecikdirdin. Axı bazardan nə alacaqsan ki, bu qədər yubanırsan? Ailəm mənə bazardan bəzi şeylər almağı tapşırır. Axı səni tələsdirən nədir? Allaha and olsun, qorxuram ki, Əbu Əbdullah deyən şeylər məndən yan keçə və ona çata bilməyəm. Doğru deyirsən. Düz fikirləşdin. Bazar sonraya qalsın. Gedək. Gedək. Ay, salam aleyküm. Əleyküm salam, əleyküm salam. Salam, ey Təlhə. Nə dedin? Dedim ki, əssalamun aleyküm ağam. Nə istəyirsən? Ağam Əba Vail eşidib ki, ticarətə başlamaq üçün dükan axtarırsan. Bu barədə ona Əba İsa xəbər verib. Tutaq ki, bəs sonra? Ağam Əba Vail deyir ki, şərq qapısının yanında bir dükanı var. İstəsən onu götürə bilərsən. Ona de ki, artıq ağa münasib bir dükan tapıb. Bu yaxınlarda oranı yenidən təmir elətdirib, mütləq işə başlayacaq. Bu xəbər ona çatdır. Film 2013-cü ildə Salam studiyasında dublyaj olunmuşdur. Dublyajın rejissoru Natiq Şəkərəliyev, tərcümə edənlər Rəhman Abdullayev, Fərid Camalov, redaktor Vüqar Həsənov, qrafika Elmar Vəliyev, dublyajın baş prodüseri Emin Abbasov. Filmi dublyaj etdilər İlham Əskərov, Kazım Abdullayev, Nəcibə Hüseynova, Ofeliya Novruz qızı, Gülnarə Zülalova, Qədir Mirzə, Vüsal Xalıqoğlu, Rövşən Məmmədli, Pərviz Məmmədrızayev. Texniki dəstək Butafilm kino şirkəti.